El Pəhləvanları Birliyi Pəhləvan Qaçay Hüseynovun anadan olmasının 95-ci illiyi münasibətilə Şuşa rayon Mədəniyyət Evində tədbir təşkil edib. El Pəhləvanı Şuşalı Qaçay Hüseynovun anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilib. Tədbir El Pəhləvanları Birliyinin təşkilatçılığı ilə həyata keçirilib. Hazırlanan tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin nümayəndələri, ziyalılar, qazilər, El Pəhləvanları Birliyinin sədri, Şuşa Mədəniyyət Evinin nümayəndələri və bütün bölgələrdən olan pəhləvanlar iştirak ediblər. Bugün çıxış edənlər hər kəs Qaçay Hüseynovun Azərbaycanda pəhləvanlıq irsinin tanınmasında əvəzsiz xidmətlərindən danışdılar. Daha sonra iştirak edən pəhləvanların çıxışları oldu. Nümayiş etdirdikləri çıxışlarla bir daha sübut etdilər ki, pəhləvanlıq doğrudan da qədim bir sahədir və onu qoruyub saxlamaq Pəhləvan Qaçay Hüseynovun yolunu davam etdirmək deməkdir. Belə tədbirlərin keçirilməsi onu sübut edir ki, bu sənət hələ də yaşayır və yaşayacaq. Qeyd edək ki, Qaçay Hüseynovun oğlu Vətən müharibəsi qazisidir. Cəmilə Nəsir qızı Həcər Həsənova bugün informasiya proqramı üçün.